Salam, hər vaxtınız xeyir. 12-ci sınağa baxaq. Deməli, 5-ci sualla başlayırıq. Ə, Bizim yeni idman ayaqqabılarımızı al. Onlar parlaqdır, rahatdır və mükəmməldir qaçış üçün. Əgər sən bir cüt alsan, corabları pulsuz əldə edəcəksən. Bütün ölçüləri də əlçatandır, yəni mövcuddur. Deməli, A bəndində deyir ki, ayaqqabılar sadəcə uşaqlar üçündür. Bu yanlışdır. B-də deyir ki, ayaqqabı ilə birlikdə sən corabları pulsuz əldə edəcəksən. Elə B bəndidir cavabımız. Sonra 6-cı sualda deyir ki, bizim qış idman klubumuza qoşul. Biz sənə xizək sürmə, konki və qartopu yarışları uşaqlar üçün təklif edirik. Qardaşını və ya bacını gətir və 20% endirim əldə et ikinci uşaq üçün. Yəni qeydiyyat cümə günü bağlanır. Yəni cümə günündən sonra olmayacaq, belə deyək. Klub üçün qeydiyyat hər gün açıqdır. A bəndində bunu deyir. B bəndində isə deyir ki, klub sadəcə skate dərslərini təklif edir. C-də deyir ki, ailələr ikinci uşaq üçün endirim əldə edəcək. Elə həmin bu cümləmizdədir. Ona görə cavabımız olur C bəndi. Sonra salam Daniel. Mənim doğum günü növbəti cümə günü evimdə doğum günü partim olacaq. O saat 6-da başlayacaq və orada pizza və oyunlar olacaq. Mən dəvət etmişəm bizim futbol komanda yoldaşlarımızı da həmçinin. Beləliklə də sən çoxlu insanlar tanıyacaqsan orada. Ümid edirəm ki, gələ bilərsən. Bunu Alex Danielə yazıbdır. A bəndində deyir ki, Daniel dəvət edir Alexi. Daniel yox, Alex yazmışdı məktubu. Alex dəvət edirdi. B bəndində deyir ki, parti cümə günü axşam baş tutacaq. Doğrudur. Burada cümə günü deyir. Burada isə 6 p.m. deyir. 6 p.m. saat axşam 6 saatlarıdır. Ona görə cavab olur elə B bəndi. Sonra mətndə deyir ki, heyvanlardan fərqli olaraq bitkilər qida yemirlər. Əvəzində onlar istehsal edirlər özləri üçün qida. Bu proses adlanır fotosintez. Bu prosesdə bitkilər istifadə edirlər günəş işığından ki, dəyişsinlər suyu və karbondioksidi şəkərə. Şəkər yanacaq kimi şəkər işləyir. Yəni bu o deməkdir ki, kömək edir bitkilərə ki, onlar diri qalsınlar və böyüməyə davam etsinlər. Fotosintez əsasən baş verir yarpaqlarda. Yarpaqların içərisində kiçik yaşıl maddələr var ki, bu da xlorofil adlanır, hansı ki tutur, bütün günəş işığını tutur. Şəkər hazırlamaqla bitkilər həmçinin atmosferdəki, daha doğrusu atmosferə oksigen buraxır. Bu oksigen önəmlidir heyvanlar və insanlar üçün ki, nəfəs alsınlar. Fotosintez prosesi önəmlidir sadəcə bitkilər üçün yox, həmçinin də bütün yaşayan şeylər üçün. O təmin edir qida ilə təmin edir bitkilər. O təmin edir qidaları bitkilər üçün, hansı ki, öz növbəsində heyvanları və insanları yedizdirir. Eyni zamanda istehsal edir oksigen, hansı ki, bütün yaşayan şeylərin sağ qalmağa ehtiyacı var və kömək edir ki, ətraf mühitdə balansı qoruyub saxlasın. Fotosintez olmadan bizim planetimizdə həyat qeyri-mümkündür. 8-ci sualda mətnin nə haqqında olduğunu soruşur bizdən. Elə cavabımız olur A bəndi ki, bitkilər necə öz qidalarını əldə edirlər, yaradırlar.
9-cu sualda cavab bizdən doğru variantı istəyir. A bəndə deyir ki, günəş işığı ehtiyac deyil fotosintez üçün. Bu yanlışdır. Xlorofillər günəş enerjisini tutub saxlayırlar. Elə bu bənddə. İndi mətnimizdə də baxaq həmin cümləyə. Baxın, burada yazıbdır. Bu xlorofillər hansı ki, deyir, günəş işığını tutub saxlayırlar. Sonra 10-cu sualda heyvanlar və insanlar asılıdır fotosintezdən, çünki A bəndində deyir ki, günəş işığı yaradırlar. Xeyr. B bəndində deyir ki, torpağı ilə bil münbitləşdirir. C bəndində deyir ki, suyu buxarlandırmağa kömək edir. Karbondioksid istehsal edir. Burada isə deyir ki, oksigen və qida ilə təmin edir insanları. Elə cavabımız Y bəndi olur. İndi bunun yerinə baxaq mətndə. Baxın, bu hissədə keçir ki, heyvanları və insanları yedizdirir. Həmçinin eyni zamanda da oksigen istehsal edir. Hansı ki, bu da bütün yaşayan şeylər üçün sağ qalmağa, yəni buna ehtiyac var da, buna köməklik göstərir. Sonra neçənci deməli suala baxırıq? 11-ci suala. 11-ci sualda bitkilər üçün şəkərin rolu nədir? A-da deyir ki, replace water, suyu əvəzləyir. B-də deyir ki, heyvanlar üçün kölgə yaradır. C-də deyir ki, günəş üçün onları qoruyur, daha doğrusu günəşdən onları qoruyur. D-də deyir ki, onlara enerji verir ki, sağ qalsınlar. 7 isə deyir ki, yarpaqların tökməsinə icazə verir. Yox, burada elə cavabımız olacaq D bəndi. Mətndə bu hissəyə baxaq. Baxın, bu hissədə deyir ki, şəkər hazırlamaqla bitkilər həmçinin atmosferə oksigen verirlər. Bu da heyvanlar üçün və insanlar üçün önəmlidir, yəni vacibdir. Ona görə elə cavabımız olur D bəndi. Sonra 12-ci sualda bizdən false, yanlış variantı soruşur. Deməli, bir də deyir ki, bitkilər oksigen buraxırlar. Bu düzdür. 2-də deyir ki, xlorofillər yarpaqlarda sadəcə onlara rast gəlinir. Bu da doğruydu. 3-də deyir ki, fotosintez önəmli deyil. Bu yanlışdır. 4-də deyir ki, bitkilər fotosintezdə karbondioksiddən istifadə edirlər. İndi bu cümləyə bir dənə dəqiqliyi ilə baxaram. 5-ci sualda isə deyir ki, heyvanlar yemək yaratmaq üçün fotosintezdən istifadə edir. Bu heyvanlar deyil idi, bitkiləri idi. İndi hamısına bir-bir mətndə baxaq cümlələrə. Görək hansı doğruydu, hansı yanlış idi. Deməli, təkrar. Birinci cümlədə deyir ki, bitkilər fotosintez müddətində oksigen buraxırlar. Bu doğrudur. Burada baxaq ona. Baxın, bu cümlədə deyir, bitkilər həmçinin oksigen atmosferə buraxırlar. Birinci cümləmiz ona görə doğrudur. Sonra ikinci cümləmizdə deyirdi ki, xlorofillər bunlara sadəcə yarpaqlarda rast gəlinir. Bu da həmin bu hissədə idi ki, fotosintez əsasən deməli yarpaqlarda olur. Yarpaqların tərkibində kiçik xırda yaşıl maddələr olur ki, bu da xlorofillər adlanır. Ona görə 2 də doğrudur. Sonra 3-cü cümlədə deyir ki, fotosintez önəmli bir proses deyil heyvanlar üçün, önəmli deyil. Amma burada bizə deyirdi ki, o önəmlidir. Sadəcə deyirdi, önəmlidir. Sadəcə bitkilər üçün yox, həmçinin yaşayan bütün şeylər üçün önəmlidir. Ona görə 3 yanlışdır, 3-ü götürürük. 4-də isə deyir ki, bitkilər karbondioksiddən istifadə edirlər fotosintez zamanı. Bu hissədə keçir. Deməli, fotosintezdir. Bu prosesdə bitkilər günəş işığını istifadə dəyişirlər. Baxın, burada yazıb karbondioksidi şəkərə çevirirlər.
dəyişirlər. Ona görə 4-cü cümləmiz də doğrudur. 5-ci cümlədə isə deyir ki, heyvanlar fotosintezin yaranmasında fotosintezdə çıxış edərək create food, yemək yaradırlar. Bu heyvanlara ait değildi. Burada deyir ki, heyvanlardan fərqli olaraq bitkilər yemək yemirlər. Onlar deyir öz yeməklərini istehsal edirlər. Ona görə elə 12-ci sualda cavabımız olur 3, 5. 14-cü sualda deməli mən deyir taksiyə mindim. Avtobus gəlmədi. Yəni çünki avtobus gəlmədi. Ona görə cavabımız olur D bəndi. Sonra 14-cü sualda mübtəda xəbər uzlaşmasıdır. Ofa qədər baxırıq. Different sorts cəmdir deyə xəbəri cəmdə götürürük. Axırı S-dən olan xəbərləri çıxırıq. Yerdə qalan 3, 4, 5 xəbərimiz doğrudur. Cavab ona görə olur A bəndi. 15-ci sualda lesson is over. Dərs bitdi və şagirdlər sinif otağını tərk edirlər. Dərs bitir və şagirdlər tərk edir. Ona görə cavab olur A bəndi. Sonra 16-cı sualda özündən sonra of gələ bilən biri which'dir, bir də how many'dir. Cavab 2, 4 olur. Sonra complete sözünün sinonimi complete tamamlamaq deməkdir. Onun sinonimi olacaq C bəndi finish. Sonra 18-ci sualda yəli çal istəyir bizdən. This-dən sonra tək isim gəlməlidir. Burada women kökdən dəyişəndir. Bunun tək forması woman idi. Ona görə A bəndi yanlışdır. B-də Z-dən sonra tək isim gəlməlidir. Amma burada kobud bir şəkildə woman sözünün sonuna S bitişdirib. Bu da yanlışdır. Those-dan sonra women cəmlənib doğrudur. Amma women cəmlənəndə ona heç vaxt S bitişməzdi deyə bu da yanlışdır. Bu this-dən sonra cəm isim gəlməlidir. Amma burada woman tək isim gəlib. Ona görə cavabımız qalır yerdə Y bəndi. This-dən sonra women kökdən dəyişib cəmlənib. Özündən sonra təkdə olan isim veribdir və xəbərini təkdə veribdir. Doğrudur. 19-cu sualda London şəhər adıdır, England dövlət adıdır. Ona görə heç birində artikel vermirik. Cavab olur A bəndi. 20-ci sualda bizdən incorrect, yanlış antonim cütlüyünü soruşur. O da olur D bəndi. Dislike, xoşlamamaq, hate, nifrət etmək. Bu bir-birinə sinonimdir. Ona görə yanlış cavab kimi D bəndini götürürük. Sonra 21-ci sualda burada tomorrow var. Tomorrow gələcək zamanın zaman zərfidir. Cavab ona görə olur D bəndi. 22-ci sualda hansı cümlə məhsula çevrilə bilər? Tamamlığı olan cümlələr məhsula çevrilə bilir. Yəni burada feil veribdir. Feildən sonra tamamlığımız var. Deməli bu məhsula çevriləcək. Burada feil verib, feildən sonra tamamlıq yoxdur deyə məhsula çevrilmir. Yenə də feildən sonra tamamlıq yoxdur deyə məhsula çevrilə bilmir və burada feildir. Feildən sonra da xəbər, xəbərdən sonra tamamlığımız var deyə məhsula çevrilə bilir. Cavab olur C bəndi. Kiməsə inam vermək, həvəs vermək ki, nə isə yaxşı edə biləcək. Bu da olacaq inspire, ruhlandırmaq, ilhamlandırmaq sözü. 24-cü sualda birinin getdiyi yer, bu olacaq destination, təyinat yeri. Hazır olma, getting something, nə isə hazır eləmə hərəkəti, bu olur preparation, hazırlıq. Xatırlama da bacarıq, bu da olur memory. C, A, B cavabımız olur D bəndi. Modal feil olan bizdən cümlələr istəyir. Yadınızda saxlayın. Have-dən, has-dən, had-dən sonra to olmalıdır onun modal olması üçün. Burada to gəlməyib deyə modal deyil. Burada to gəlib modaldır. Burada da to gəlib modaldır. Burada isə to gəlmədiyi üçün modal sayılmır. Ona görə cavabımız olur 2, 3.